Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə magistro qəbul imtahanı düşmüş belə bir maraqlı sualın izahına baxırıq. Sualımızın izahını keçməmişdən qabaq sadə bir fiqurla sizə izah edeyim. Baxın, belə bir üçbucaq çəkirəm. Bu üçbucağın da içərisində bir dənə sadə bir ox çəkək. Biz bu üçbucağa güzgəçli versək, deyək ki, yuxarıdan aşağı güzgəçli verdik. O zaman bizim fiqurumuz olur bu formada. Baxın, diqqətlə baxını görürəm ki, oxumuzun təpə nöqtəsi baxır üçbucağın təpə nöqtəsinə. Eyni ilə də aşağıda da yenə bu oxun təpə nöqtəsi baxır üçbucağın təpə nöqtəsinə. Deməli, güzgəçli verəndə fiqurların istiqaməti, daxildəki fiqurların istiqaməti hara baxırsa yenə eyni vəziyyətdə qalmış olur. O zaman gəlin bu suala baxaq. Deməli, buradakı fiqurun diqqətlə baxıram ki, bu təpə nöqtəsi üçbucağın təpə nöqtəsinə baxır. Deməli, biz bunu hansı formada güzgəçli versək, yenə həmin hissəyə baxmalıdır. Amma B variantına baxın, kənara baxır. Eyni ilə C variantına baxın, kənara baxır. Deməli, B ilə C variant bizə doğru cavab ola bilməz. Sonra keçərəm başqa bir hissəyə. Misal üçün, baxın, bu fiqurun aşağı düz xətt hissəsi bu üçbucağın təpə nöqtəsinə baxır. Deməli, yenə hara fırlatsaq da güzgəçli versək, bu dəyişməyəcək. Amma Y variantına baxın, dairəvi olan hissəsi baxır üçbucağın təpə nöqtəsinə. Deməli, Y variantı bizə doğru cavab deyil. Qalmışam A ilə D-nin arasında. Sadə bir misal üçün baxın, bu altıbucaqlının bu deyək ki, təpə nöqtəsi. Baxır bu üçbucağın təpə nöqtəsinə. Amma D variantına baxın, altıbucaqlının bu düz hissəsi baxır üçbucağın təpə nöqtəsinə. Deməli, D variantına ona görə çıxsaq, doğru cavab olar A variantı.